Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Biz təfsir dərsimizdə gəldik, çatdıq Maun surəsinin təfsirinə. Bağışlayan və mehriban Allahın adıyla. Həmd olsun aləmlərin Rəbbinə. Həqiqətən də o rəhmət mənbəyidir. Elə ki biz deyirik Allahın adı ilə başlayırıq. Bunu demək istəyirik ki, biz həqiqətən qəbul edirik ki, Allah hər şeyə qadirdir, mehribandır, rəhimlidir. O edə bilər bizə kömək eləsin. Bizim ona ehtiyacımız var, biz Allaha möhtacıq. Allah kəlməsi, yəni Allahın bütün sifətləri Allah kəlməsində cəm olubdur. Biz Allahın bütün sifətlərindən kömək istəyirik. Həqiqətən o Allah rəhmət çeşməsidir. Bismillahirrahmanirrahim. Əraytəl-ləzî yukazzibu bid-din. Aya o kəsi gördün ki, qiyaməti inkar eləyir? Burada əraytəl-ləzî yukazzibu bid-din məlum olur ki, bu əməli inkardan gedir, dildə yox, əməli inkardan gedir. Sonra Allah buyurur ki, o kəslər ki, namaz halında riya edərlər. Burada məlum olur ki, Allahın xitabı kafirlərə deyil. Kafirlər namaz qılmırlar ki, kafirlər oruç tutmurlar ki. Burada məlum olur ki, Allahın xitabı yalançı müsəlmanlaradır. Və Allahın xitabı bu yalançı müsəlmanlardır. Yukazzibu bid-din, qiyaməti öz əməlləri ilə inkar edirlər. Sonra buyurur ki: "Və zəlikəl-ləzî yed'ul yetim." Onlar acıqla, qəzəbli halda yetimləri qovarlar. Yad o, yəni burada yad o sözünün mənası budur ki, yəni qəzəblə birlikdə, xuşunətlə birlikdə yetimi özündən uzaqlaşdırırlar. Və la yahuzzu ala ta'amil miskin və insanları təşviq eləmirlər miskinlərə yemək versin deyə. İndi biri var, mümkündür insanın öz pulu olmaya, öz imkanı olmaya, öz imkanın yoxdur, heç olmasa neynəginən insanları təşviq elə ki, yetimlərə, miskinlərə əl tutsunlar. Onlara kömək eləsinlər. Sonra Allah buyurur ki: "Veylul lil musallin." Vay olsun o namaz qılanların halına. Hansı namaz qılanların? Əlləzinəhum ən salatihim sahun. Onlar öz namazlarını yüngül sayarlar. Rəvayətdə varmış ki, sahun namazda üstlük eləyənə deyirlər. Sahun namazda üstlük eləyənə, namazını ziyana uğradanlara. Burada 3 dənə təbir var. Bu sahun barəsində 3 dənə təbir var. Əza'u, yəni zay eləyirlər namazı, istəxafu, yüngül sayırlar namazı, əhanə. Əhanəni yadımdan çıxdı, mən qeyd eləyəm. 3 dənə təbir var ki, namazı yüngül sayırlar, namazı zay eləyirlər. Bu da elə zay eləyirlər. Onun ən salatuhum sahun budur ki, bəzi vaxtlar namaz qılırlar, bəzi vaxtlar qılmırlar. Keyflərinə düşəndə qılırlar, keyflərinə düşəndə qəziyə verirlər, qılmırlar. İndi bəzi vaxtlar insanlar namazda şək eləyirlər. Namazda şək demək olar ki, 2 cürdür. Bir var, namaz qılandır, namaz qılır, namazında şək eləyir. Məsəl üçün 3 rükət qıldım, 4 rükət qıldım. İndi onu düzəltməyə şəri hökmlər var, qaydalar var. Bir var, namazın özündə şək eləyir. Deyir ki, görən namaz vacibdir, yoxsa yox, qılım, qılmayım. Bax, bunlara Allah xitab edir. Əlləzinəhum yuraun.
və yemnaunel maun. Bunlar o kəslərdir ki, riya əhlidirlər. İnsanları görəndə namaz qılırlar, görməyəndə heç namaza əhəmiyyət vermirlər. Namazı yüngül sayırlar. Və burada maun kəlməsi qab-qacağa deyirlər, nə bilim evdə olan əşyalara deyirlər. Və rivayətdə var ki, bu belə deyək, qərzül həsənəyə də şamil ola bilər. Bütün xeyir işlərə şamil ola bilər ki, maun yəni ki, insanlardan əsirgəyirlər. Qonşuda məsələn, qonşuya bir şey vermirlər. Öz xeyirlərini heç kimə vermirlər. Yəni heç kimlə bölüşmürlər. Allah onlara verdikləri ruzilərdən Allah yolunda xərcləmirlər. Yəni bütün yaxşı işlərə bu şamil ola bilər. Bu ayənin demək olar ki, tərcüməsi idi. Bu ayədə Allah təbarək və Teala mənfi insanların, mənfi dindarların xüsusiyyətini bizlər üçün nə edir? Bəyan edir. Bu nədən ibarətdir? Dinə nisbət mənfidirlər. Əməli şəkildə namaz qılırlar, amma əməli şəkildə qiyaməti inkar edirlər. Yetimlərə nisbət mənfidirlər. Onları qəzəbli şəkildə öz yanlarından qovurlar. Namazda nisbət namazlarını yüngül sayırlar, gah qılırlar, gah qılmırlar. Adam olanda xuzu-xuşu halında qılırlar, adam olmayanda vəhşi qılmırlar. Və insanlara xidmətdə də nədir? Süstlük eləyirlər. Və öz belə deyək, mallarından heç kimə paylamırlar. Dinə nisbət mənfi, yetimə nisbət mənfi, namaza nisbət mənfi, insanlara xidmətə nisbət yenə də mənfi. Ümumiyyətcə qardaşlar, din təkcə namaz qılmaqdan kifayət eləmir. Dindar o şəxsə deyirlər ki, həm namaz qılsın və namazın yanında dinin digər rukunlarına da əməl eləsin. Əgər bir insan namaz qıla və yetimə kömək eləməyə, onun dini yoxdur. Onun dini yoxdur. Bu Ayətullah Qiraəti ağanın fikridir. Və rivayətdə var ki, öz dediyi sözə əməl eləməyənin dini yoxdur. Öz sözünə əməl eləməyənin dini yoxdur. Və burada buyurulur ki, əgər bir kəs fəqirə kömək eləməsə, acı doydurmasa, acılara yetişməsə, həm öz belə deyək, qonşusuna kömək eləməsə, o şəxsin dini yoxdur. Bu ayədən başa düşülür ki, o şəxsin dini yoxdur. Bir şəxs ki, məsələn, qonşusuna heç bir köməklik eləmir və qonşuna nisbətdə xəbislik eləyir. Bizim loru dil desək, göy adamdır, bərk adamdır. Xeyri dəymir qonşusuna. Və rivayətdə gəlib ki, bir şəxsin deyir, boş otağı var, amma o otağı heç kimə vermir. Deyir, Allah təbarək və Teala mələklərə buyurar ki, baxın buna. Bunun bu dünyada bir dənə otağı var. Bir dənə boş otaq var, heç kimə vermir. Allah buyurur ki, izzətimə və cəlalıma and olsun, qiyamət günü ona heç bir şey vermərəm. Diqqət eləyin, gör nə qədər mühüm məsələdir. Həqiqi dindar olmaq başqadır. Və bu ayə çox gözəl surətdə tərrah olubdur. Və miskin o kəsdir ki, belə deyək, onun heç nəyi yoxdur. Belə deyək, bir qarnı ac, bir qarnı tox, belə də sürünə-sürünə yaşayır. Bu şəxsə miskin deyirlər. Və pulu yoxdur, məsələn, çıxa gedə uşaqlarına bir paltar ala, uşağına bir meyvə ala, nə bilim, evinə bir çörək ala. Bu şəxs miskindir. Yəni, pul dərdindən, əlacsızlıq dərdindən evdəcə oturub heç bir şey eləyə bilmir.
Bir var indi insan belə deyək də kimisi evləndirə, kimisə məsələn kasıb adamdır, amma miskin deyil. Məsələn kasıb adamdır, onu evləndirə, ona məsələn ev, eşik təşkil eləyə, nəsə də ona bir köməklik eləyə. Bunun öz yer yaxşı. Amma burada bir tikə çörəkdən söhbət gedir ki, miskini doydurun. Yəni miskin o şəxsdir ki, ən fəqir insan miskindir. Və burada Allah buyurur ki, bəzi insanlar var ki, nə özləri miskinlərə kömək eləyir, miskinlərə yetişir, nə də ki, insanları təşviq edir ki, neynəsin? Nə də insanları təşviq edir ki, yetimlərə kömək eləsin. Çünki bəziləri var da, deyir ki, bəzi insanlar deyir ki, mən əgər filan kəsin adına kömək istəsəm, mənə pis baxacaqlar. Bu barədə diqqət olun, diqqətli olun. İnsanın əlindən nə gəlirsə də gərək Allah yolunda eləsin. Utanmasın. Deyir, bəziləri sən digər insan üçün kömək, kimdənsə kömək istəyəndə istəmirlər. Deyir, mən filan kəsə demərəm, muncuqlarım tökülər. Bu düzgün deyil. Gərək insan əlindən gələn köməkliyi neynəsin? Etsin. Və o kəslər ki, yetimləri qəzəbli şəkildə öz yanından qovar. Və o kəs ki, aca nisbət kömək eləməz və nə özü eləyir, nə də digərlərini təşviq edir. O kəs ki, gah namaz qılır, gah qılmır. Namaza nisbət çox, belə deyək, süzdür. Bunlar o kəslərdir ki, namaz qılsalar da belə qiyaməti inkar edər. Vay lil musallin. Vay olsun o namaz qılanların halına. Ki öz namazlarını yüngül sayırlar və namazlarında riya edirlər. Ümumiyyətlə bizim qardaşlar bir dənə riyamız var, təbir var, bir dənə riya var, bir də süm'e var. Riya nədir? Riya budur ki, gözündə ancaq və ancaq insanları görür. Belə deyək də səsə küyə düşür. Məsələn, bir dənə xəstə var, gedib ona baş çəkməliyik. Heç vaxtda yadımıza düşmür ki, biri ona baş çəkək. Amma görür ki, cəmaət ora gedir, geriyə yaxşı deyəcək, biz də gedək. Allaha xatir getmir ha. Cəmaət bunu qınayacaq deyə gedir. Bax bu riyadır. Yəni Allahdan qeyrisi üçün iş görmək riyadır. Ona görə qardaşlar, biz çalışmalıyıq ki, bütün işlərimizi Allah xatirinə eləyək. Bunun üçün də nədir? Mən bir dəfə demişdim, şeytan, bax bunu yadınızda saxlayın ki, şeytan bizim əməllərimizin oğrusudur. Şeytan istəyir ki, bizim əməllərimizi aradan aparsın, bizim əməllərimizi puç eləsin. Bunun üçün biz şeytandan qorunmağın ən gözəl variantı etdiyimiz xeyir əməlləri gizlində eləməkdir. Gizlində eləsək, nə riya eləyəcəyik, nə bir şey eləyəcəyik. Ona görə diqqətli olmaq lazımdır ki, insan riya eləməsin. Riya eləyən şəxsin bütün əməlləri puçdur. Amma süm'ə nədir? Süm'ə budur ki, biz bir iş görürük ki, belə deyək, elə bir iş görürük ki, digərlərinin qulaqlarına çatsın. Digər insanlar eşitsin, hay filan kəs bu şeyləri elədi. Məqsəd budur ha, filan işi görür ki, geçsin filan kəslərin qulağına çatsın ki, filan kəs filan işi görübdür. Ona görə də belə deyək, insan diqqətli olmalıdır ki, şeytan onun əməllərini oğramasın və onun əməlləri həbd olmasın. Bəzi vaxtlar insan bir işlər görür ki, insanlar onun işlərini görsün riya məqsədi ilə. Bəzi vaxtlar insanlar bir iş görür ki, istəyir digər insanlar onu neynəsin? Eşitsin. Bax bu iş
nifaq əlamətidir. Buna görə diqqətli olmaq lazımdır. Bəzi insanlar var ki, axirətini satır, dünyasını ələ gətirsin. Dindarlar ha, dindarlar, namaz qılanlar. Namazı riya xatirinə, etdiyi bütün işlər riya xatirinə. Bəziləri əlbəttə ki. Bəziləri bunlar axirətini satır ki, dünyanı ələ gətirsin. İnsanlar içində şöhrət tapsın, məqam tapsın, desinlər, bu qəşəng dindardır, etimadlı dindardır. Amma insanların cibini soymaq məqsədi var. Bunlar o kəslərdir ki, axirətlərini satırlar ki, dünyalarını ələ gətirsinlər. Diqqət edirsiniz? O kəslərdir ki, axirətlərini satırlar ki, dünyalarını ələ gətirsinlər. Amma ixlaslı adamlar dünyalarını satırlar ki, axirətlərini ələ gətirsinlər. İxlaslı insanlar bəzən kənarda qalır, bəzən əzilir, bəzən. Bunlar nədir? Bunlar bütün işlər Allaha xatirdir və heç bir insanların onlara olan hörmətsizliyi, onlara olan təhqiri, onları sıxması onu ruhiyadan salmır və Allaha xatir öz işini davam etdirir. Bəli. Demək olar ki, ixlaslı adamla riyakarın etdiyi əməl bir-birinin əksidir. Bundan əlavə riya şirkdir. İmam Sadiq əleyhissalam buyurdu ki, əgər bir insan bir iş görə ki, digər insanlar eşitsin və ondan itaat eləsin, ona sitayiş eləsin, o deyir müşrikdir. Yəni müşrik yəni Allaha şərik qoydu. Ona görə diqqət eləmək lazımdır. Və riyakarın əlaməti budur ki, əgər insanlar ona sitayiş eləyə, insanlar ona bəhbəh cəhcəh deyə, məsələn, filan eləyə, bu insan həvəsə gəlir, cüluşa gəlir və başlayır iş görməyə. Amma elə ki, məsələn, heç kim bunu təşviq eləmədi, təşviq yoxdur, təşviq deməyək. Elə ki, heç kim bunu belə deyək, sitayiş eləmədi, bunun dediyini eləmədi, süst olur. Bu riyakarın nədir? Xüsusiyyətidir. Riyakar o şəxsdir ki, belə deyək, qıraqda olanda dindar olur, xalis dindar, ədəb, ərkan, evə gələndə olur başqa adam. Ona görə dindar olursansa, evdə də dindar ol, çöldə də dindar ol. Hər yerdə dindar ol. Hər yerdə Allah hazır və nazir görgünən. Amma riyakar budur ki, insanlar görəndə həvəsə gəlir, iş görür. Elə ki, tək qaldı, heç bir iş görmək istəmir. Allaha xatir. Bəli. Əgər insanın niyyəti əvvəldən riya olsa, dediklərimiz buna şamildir. Amma bir var, yox. İnsan bir dənə xeyir əməl görür. Ümumiyyətcə, qardaşlar, bax, bunu nəzərdə, yadınızda saxlayın ki, insan işlərini nə qədər gizlində görsə, Allah onu eləyir, öz bəndələrinə sevdirir və onu açır. Onun o xeyir əməllərini açıb göstərir insanlara. Yəni, sən niyyətin riya xatirinə deyil. Məsələn, bir dənə yaxşılıq eləyibsən, bir dənə məscid tikibsən, bir dənə yetimin əlindən tutubsan, bir dənə, belə deyək, qonşuya köməklik eləyibsən, ya mömin qardaşına bir xeyir əməl eləyibsən. Amma Allah xatirinə eləyibsən, əvvəldən məqsədən riya olmayıbdır. Amma sonradan bu açıldı. Bildilər ki, məsələn, məscid tikən sən isənmiş, ehsanı verən sənsənmiş, filan qardaşa kömək eləyən sənsənmiş. Sənə əgər xoşhallıq, bu sözü eşidəndə xoşhallıq gəlsə və yaxud da bu işinin müqabilində sənə pul versələr, bu riya deyil. Bu riya deyil. Çünki sənin əvvəldən məqsədin Allaha xatir edir. Sevindin, indi işin açıldı, məsələn, insanlar sənin yaxşı əməl sahibi olduğunu bildi, Allaha şükür eləcənən. Həmd elədin, ilahi, sən hər şeyə qadirsən. Sevinməyinin də problemi yoxdur.
və o belə deyək, əməl xətərlidir ki, insanı məhv edir ki, o insanın əvvəlində riya olsun, yəni Allahdan qeyrisi üçün olsun. Bayaq mən misal çəkdim. Bəziləri gedirlər xəstəyə baş çəkirlər. Nədən də filan kəs deməsin ki, bu getmədi, bu ona mesaj yazmadı, heç bir həl-əhval soruşmadı. İnsanlar fikrinə görə gəlir onu ziyarət edir. Bu düzgün deyil. Amma riyanın müqabilində nədir? Riyanın müqabilində ixlasdır. İxlas nədir? Yəni bir əməli görür, bir xeyir əməli görür, gözləntisi olmur. Heç vaxt onu dilinə gətirmir. Qardaşlar, buna çox diqqət edin. Çox diqqət edin. Yəni bir dənə xeyir iş görür. Amma xeyir iş gördüyü adam, məsələn, buna bir dənə nəsə bir təhqiramiz hərəkət eləyəndə, filan eləyəndə başlayır ki, mən ona belə eləmişdim, mən ona belə yaxşılıqlar eləmişdim. Heç vaxt bunu deməyin. Özünüzə təlqin edin ki, mən onu eləməmişdim ki. Mən bunu Allaha xatir eləmişdim. Heç vaxt o qarşı tərəfdən gözləntiniz olmasın ki, mən bunu elədim, o niyə mənə eləmədi? Bu gözlənti yanlışdır. İxlaslı adam odur ki, ancaq və ancaq Allaha xatir edir. O bir dənə misal var, deyir, balığı at dənizə, balıq bilməsə də Xaliq biləcəkdir. Bax, budur. İxlas da budur ki, gərək buna biz bütün işlərimizi fəqət və fəqət Allahın rızayəti olmalıdır. İndi biz bir dənə iş gördük. Məsələn, niyyətimiz budur. Filan qardaşa kömək lazımdır. Yığıldıq, getdik Allaha xatir o şəxsə kömək elədik. Məsələn, mağazini sərgiyə saldıq filan filan. Bu da gətirdi bunun müqabilində sana bir dənə məsələn hədiyyə verdi. Bir dənə pul verdi. Ya nəsə verdi bu işin müqabilində. Sən onu götür günə. Bu şey riya sayılmır. Sən götür günə deyir, sağ ol qardaş, Allah elə həm sana savab yazılacaqdır, həm də o şokolatı verənə. Əgər o şokolatı verənin də niyyəti xalis olsa. Bir gün biri gəldi imamın yanına, sual elədi ki, ağa, mən yaxşı işlər görürəm, gözəl işlər görürəm və bu gözəl işlərin bəziləri açılır, insanlar bunu bilir və mən özümdə xoşhal oluram, sevinirəm. Bu riyadır ya yox? İmam buyurdu ki, bu riya deyil. Bu riya deyil. Ümumiyyətcə qardaşlar, əgər 40 gün biz öz əməllərimizi diqqət elə bilsək, öz əməllərimizə riayət eləyə bilsək, heç bir ora qatqı qatmasaq, bütün işlərimiz 40 gün Allaha xatir olsa, Allah öz hikmət çeşməsini bizim dilimizdə cari eləyər. İxlas çox mühümdür. Bəli. Allah buyurur ki, "Rəytəl-ləzî yukazzibu bid-din." Sən gördün o şəxsi ki, qiyaməti inkar eləyir, yəni əməli ilə inkar eləyir. Burada ərəytənin ləhni təəccübdür. Yəni bəziləri dindən danışır, dindarlıqdan danışır. Məni kimiləri xütbə eləyir, dindən, bağ belə, bostan belə, nə bilim, şöytəllər şələ-şələ. Amma özü neyir? Heç o dediklərinə belə əməl eləmir. Allah buyurur ki, ərəytəl-ləzî yukazzibu bid-din. Gördün bu insan necə belə deyək, qiyamət gününü inkar eləyir. Yəni yetmə nisbət belə deyək. Yetmə nisbət pisdir. Fikirləri mənfidir. Yetim görəndə özündən uzaq eləyir. Bir fəqir görəndə özündən yuxarıdan aşağı baxır onu. Özünü çəkir qırağa. Aclara nisbətdə süsdür, bitəfavutdur. Öz qonşusuna
kömək eləmir, əl tutmur. Bunlar hamısı nədir? Dindən danışıb, amma dinə əməl eləməyənlərə aiddir. Əməli şəkildə bunlar qiyaməti inkar eləyirlər. Ona görə bizim dinimiz dildə danışmaqdan ibarət deyil. Dildə, belə deyək də, bunu da mən deyirəm, dildə danışmağa 5 savab verirlərsə, əməl eləməyə 1005 savab verirlər. Diqqət eləyirsən? Ona görə əməl mühümdür. Əməl çox mühümdür. Və iman əhlinin nişanələri nədir? Onlar iman əhlini heç vaxt riya eləməz. Yetimi sevərlər. Ona navaziş eləyərlər. Azlara əl tutarlar. Yəni, dinə qarşı səhlənkar olmazlar. Bugün Peyğəmbər sallallahu gəldi məscidə daxil oldu, bir-iki nəfəri gördü, onlara buyurdu, qum. Yəni, qalxın, çıxın çölə. Bəzi sahabələr soruşdu, ya Peyğəmbər, bunları, ey Allahın Rəsulü, bunları niyə çölə çıxartdın? Peyğəmbər sallallahu buyurdu ki, bunları zəkat vermirlər. Ona görə mən bunları çölə çıxartdım. Bilirsiniz də, zəkat fəqirin haqqıdır, miskinlərin haqqıdır. O kəslər ki, yetimə kömək eləmirlər, o kəslər ki, belə deyək, kimsənin bir işinə yaramırlar, gərək onlar öz imanlarında şəkk eləsinlər. Və burada təəccübüsü budur ki, qardaşlar, əvvəl yetim gəlibdir, sonra miskin gəlibdir. Burada bizə göstərilir ki, atifə çox mühüm məsələdir. Çox mühüm məsələdir atifə. Qardaşlar, bax, bütün insanların sevgiyə, məhəbbətə ehtiyacı var. Elə bir belə rəftar eləməyək, elə bir hərəkət eləməyək ki, insanlar elə düşünsün ki, bizim ondan zəhləmiz gedir. Hətta belə deyək, xoşumuz gəlməsə də bir insandan ona məhəbbət göstərək. Allaha xatir. Onunla məhəbbətlə danışaq. Amma biz birimizdən, məsələn, küsəndə, nə bilim, onu statusumuzda bloklayırıq, nə bilim, insanlar arasında onu alçaldırıq, insanlar arasında, nə bilim, ondan uzaq gəzirik, özümüzü dartırıq falan. Bu düzgün iş deyil, qardaşlar. İnsanlara məhəbbət bəsləmək lazımdır. Çünki insanlar bu dünyanı xilas edəcək məsələ demək olar ki, məhəbbətdir, sevgidir. İnsanlara qayğı, məhəbbət, sevgi göstərmək lazımdır. Yəni, qardaşlar, hər namaz qılan, belə deyək, hər namaz qılan insan dəyərli deyil. Və hər namaz qılan behişt əhli ola bilməz. İndi biz ki, məsum deyilik. Bəzi vaxtlar bizdən xəta baş verir. İndi bu mümkündür, xəta baş verə, insan gərək istiğfar eləyib qayda. Amma pis odur ki, bu davamiyyət tapa. İnsanın xisləti bu ola. Ki, həmişə pislik eləyə, həmişə yetimi yanından qova, həmişə kasıflara yuxarıdan aşağı baxa. Daha da insan kasıb insanlara daha yaxın olmalıdır ki, onların qəlbləri sınıq olur. İnsan çalışdıqca bütün insanlardan gözəl münasibət qurmalıdır. Biz nə bilək ki, o kimdir? Bəlkə Allahın dostudur. Nə olsun ki, üstü başı cırıqdır. Nə olsun ki, məsələn, fəqirdir. Biz diqqətli olmalıyıq. İnsanlara qarşı mehriban olmalıyıq. Necə ki, Peyğəmbər sallallahu insanlara qarşı mehriban idi. Peyğəmbərin başına zibil tökürdülər, amma Peyğəmbər onlara nisbət necə rəftar edirdi? Əgər istəsəz, bu niyyət yaxşı deyil. Əgər istəsəz birindən hafif çıxasınız, ona yaxşılıqdan hafif çıxın. O, elə onun utanması onun üçün ən pis, belə deyək, haldır. Bu çox mühüm məsələdir. Və insan əməlinin
Bir cora deyirlər, bir cəryan deyirlər. Cora budur ki, insandan bir dənə xəta baş verər. Cəryan budur ki, insan o pis əməli özündə davamiyyətli şəkildə icra eləyə. Özündə bir xislətə çevrilə. Yəni biz çalışaq qardaşlar, Qur'anın təbliğinə belə deyək, Qur'anın tənqidinə tuş gəlməyək. Yəni çalışmalıyıq ki, öz əməllərimizi Qur'ana uyğun tənzimləyək. Bu çox pisdir. Bəzən Allah Qur'anda buyurur ki, "Vəl adiyat zabha", and olsun tövşiyə gedən döyüş atlarına. Bəzən Allah belə deyək, döyüş atlarına, heyvanlara and içir. Amma insana buyurur ki, onlar dindara özdə namaz qılana deyir ki, onlar belə deyək, qiyaməti inkar eləyənlərdir. Allaha and verirəm izzətinə, əzəmətinə, öz böyüklüyünə, öz lütfü kəramətinə inşallah bizlərə tövfiq versin ki, biz Allahın istədiyi kimi yaşayaq bu dünyada, bu müvəqqəti dünyada. Allah bizə o tövfiqi nəsib eləsin ki, biz edə bilək insanlara yaxşı əməllər görək, yaxşı əməllər eləyək və Allah riyanı, təkəbbürü, kini, küdürəti bizdən və bizim əməllərimizdən inşallah hər zaman uzaq eləsin. Allah bizləri zamanə imamının zuhuruna, zəminə yaradanlardan qərar versin inşallah. Allah bizlərin dünya və axirətini xeyirli qərar versin və bütün müsəlmanları yer üzündə izzətli qərar versin inşallah. İslam düşmənlərindən məhv nabid eləsin. Bir daha qardaşlar, əgər qüsurum oldusa da, təbii ki var. Qüsuruma görə hər birinizdən üzr istəyirəm vaxtınızı aldığım üçün. Allah sizləri var eləsin. Allah sizləri inşallah dünya və axirətinizi xeyirli qərar versin. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh. İltimas dua.